Bugün Nizami rayon məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə yeni klinikada qadının əməliyyatda qanaxmadan ölməsi ilə bağlı ginekoloq Sevinç Məmmədovanın təqsirləndirilməsinə dair cinayət işi üzrə hökm oxunub. Lentas xəbər verir ki, məhkəmə tərkibi ginekoloq Sevinç Məmmədovanın 2 il 6 ay azadlığın məhdudlaşdırılması barədə hökm elan edib. Xatırladaq ki, Nizami rayon prokurorluğunun məlumatına görə, yeni klinika publik hüquqi şəxsinin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin ginekologiya şöbəsində həkim-mama ginekoloq işləyən Sevinç Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq, Cinayət Məcəlləsinin 314.2-ci səhlənkarlıq ağır nəticələrə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinç Məmmədovanın ötən il mayın 6-sında yeni klinika publik hüquqi şəxsində Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Sevinç Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib. Barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.